Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Uşaqlar, hal-hazırda Katadayam, Kata rayonundayam. Bir önceki videolarda da dediyim kimi Phuket çox böyük bir adadır və fərqli bölgələri var. Əsasən bu bölgədə Ruslar yaşayır. İnsanlar gəlir burada evlər tuturlar, otellər tuturlar və ilaxır. Uzun sözün qısası. Bu videoda sizə nələri göstərəcəm? Burada yaşayan Azərbaycanlıları göstərəcəm. Hansı ki Eldəniz adında bir qardaş var. Burada turizmlə məşğuldur və gəlməmişdən öncə 10-15 gün iş axtarıbdı. Hətta 2 gün çöldə qalıbdı, çöldə yatıbdı iş axtarmaq üçün. Sonrasında Seymur deyə bir qardaş var. Onunla da video çəkəcəm və o burada restoran açıb. 2 restoranı var. Restoranın birinin adı Karvandır, diğerinin adını dəyişib Baku qoyacaq. Yəni Bakı qoyacaq. Uzun sözün qısası, mən Eldəniz qardaşla görüşəcəm. Ətrafı da sizə biraz göstərəcəm. Ondan sonra söhbətimizi eləyəcəyik. Baxın, bura Kata plyajıdır. Bura pulsuz plyajdır. Diğer videolarda gördüğünüz adalar kimi değil. Olabilir biraz sirkli olsun ama rayonun plyajıdır. Hansı ki buradaki adaların birçok plyajları var. O da bundan biridir. Önceki videolara baxmışsınızsa bilirsiniz. Baxmamışsınızsa girin baxın. Videolarda bəyənməyi unutmayın. Çox maraqlıdır mənə. Qürur hissi verir ki, Taylandda bir Azərbaycanlı ilə video çəkəcəm. Hansı ki həmin obyektin önündə Azərbaycan bayrağı da var. Şefləri Azərbaycanlıdır, müdürü Azərbaycanlıdır. Belə maraqlı olacaq. Oturun, izləyin. Gənclər, ətraf belədir. Buradan bir kanal axır. Bura isə plyajdır. Çox maraqlı plyaja oxşuyur. Hansı ki biz dünənləri gecə girmişdik burada dənizə. Biraz külək ola bilər. Bəlkə də səsim pis gəlir. Amma yavaş-yavaş alışasınız. Küləkdir, mehliyir. Bilirəm, siz üşürsünüz Azərbaycanda. Bizə bura istidir. Vay. Mənzərə necədir uşaqlar? Həqiqətən gəlib görüləsi yerlərdir. Cənnətdir. Qumu da başqa gözəldir. Hə? Vay. Bir çoxunuz yazırsınız qaqa, qiymətləridir. Narahat olmayın, Azərbaycan restoranında da dünyanın ən çox turist çəkən şəhərində, adasında, ölkəsində qiymətlər nədir? Onu da biraz göstərməyə çalışacağım. Unutsam da qınamayın məni. Su budur. Dalğalı, təmiz su. Biz bunu Survivor'a baxanda görmüşük. Biz yetim bunu hardan görək? Taylanda iş tapmaq üçün gələn Azərbaycanlı 2 gün küçədə qaldıqdan sonra nə etdi? Otelin yanında bir kafe vardı. Getdim orada məcbur navisin altında çantalarımı qucaqladım, yatdım. Həmin gün yağış da yağırdı, yadımdan çıxmaz heç vaxt. Böyük bir turistik gəmidə administrator tur rəhbəri olaraq işləyirəm. Məqsədim burada bir böyük tur agentstvu açmaqdır ki, Azərbaycandan insanlar rahat şəkildə gəlsinlər. Gələndə heç nəyim yox idi. Bu gün şükür maşınım da var, kiraladığım ev də var, ailəm də yanımdadır, qazanc da var, gəlir də var, hər şey var. Bir maraqlı sual daha. Aha. Azərbaycandan bir qaqaş deyir ki, mən duram, gedirəm ora. Tutaq ki, rus dili bilirəm və ya bilmirəm. Özündə çətinlik çəkmirsən. Məsləhət görürsənmi bir anda durub bir ölkədən bir ölkəyə iş tapmağa gəlsinlər? Şərait nədir burada, iş şəraiti? Bu iş şəraitindən öncə bir şey deyir. Bax, o köçməklə bağlı. İnsanlar var, yazırlar mənə, deyir ki, biz ailəvi gəlib orada köçməyi yaşamaq istəyirik. Deyirəm ki, burada olmusunuz, deyir xeyr. Deyirəm axı, necə olmadığın yerdə sən gəlib ailəvi bir də uşaqla belə risk eləmək olar. Buna dəyməz. Həmçinin iş məsələsi. Mən beşlərimi yığdım, gedirəm orada iş tapacağam, işləyəcəm. Mənim kimi eləmək hal-hazırda çox çətindir. Yaxşı, əvvəl 2-3 il əvvəl, 5 il əvvəl bəlkə biraz asan ola bilərdi. Hərçənd mən asanlıqla tapmamışam da, çox çətin olub. Yəni 20 neçə günə tapmışsan. O da şans məsələsi oldu bir anlıq. Rus dili və s. deyir ki, mən rus dilini bilirəm, ingilis dilini bilirəm. O da sizi qurtarmayacaq. Niyə qurtarmayacaq? Çünki burada birincisi international məktəblər çoxdur. Hansı ki, təmiz ingilis dilisi ilə tələbələr buraxılış olunur. Nə qədər? Yerli xalqdan. Hə, yerli. Yəni ingiliscə, sənin ingiliscən, qırıq ingiliscən heç kimə lazım deyil. İkinci məsələ Rus. Rus indi bilirsiniz ki, bu müharibənin əlaqədar və s. Rusiya, Ukrayna, Belorusiya və Rus dilli xalqlar, Qazaxıstan, onlar da viza imtina olublar. Onlar Facebooka girəndə, Telegrama girəndə görmək olar ki, hər bir saatdan bir yazır ki, mən İş axtarıram. Gəlmişəm Taylanda iş axtarıram. CV-si də gözəl. CV-sinə baxırsan, deyirəm, valla bu adam işsizdir, mən işsizəm, işlənirsən, mənə povезло demişlər. Yəni ki, mənim bəxtim gətirir, başqa heç nə. Ona görə iş məsələsi biraz çətindir. O demək deyil ki, tapa bilməzsiniz, gəlməyin və s. Buyurun, gəlin, mən həmişə demişim, əlimdən gələn köməklik eləyərəm. Vaxtım olar, qarşılayaram, vaxtım olar, kömək eləyərəm, ev taparam, amma heç kimə mən iş söz verə bilmərəm. Bundan əlavə, burada az maaş təklif olunur, açıq sözüdür. Az maaş təklif olunur. Birinci növbədə $500, $700, o da sizə çatmayacaq. Burada transfersiz mümkün deyil. İmkansız. Bayk ya maşın götürməlisən.
ev məlum məsələdir. Prava lazımdır uşaqlar bu arada və burada böyük cəzaları olur. Motosikl məsəl üçün mən götürmüşəm, sürmüşəm. Patayada, adada olandı, Kohlan idi səhv eləmirəmsə. Burada isə bildiyim postlar qururlar, polislər saxlayır. 50 manata yaxın cərimə yazırlar. Gördüm, yoxsa yox. Dayanırlar, maşınları çox saxlamırlar. Oradan çıxış yolu ya onları ikna eləyib tutalım ki, biraz Külək deyə bilmirəm, səsimiz eşidilir, aşağı eləmək olar qiyməti, ya da ki, mənim kimi biraz tay dilində danışsan, bəlkə qurtararsan. Biraz tay dilində danışırsan, deyirsən ki, biz burada yaşayıram, unutmuşam, davizirli hesab eləyin falan, o birisi evdədir, o zaman bıraxırlar, deyirlər ki. Bəs abi, otellər minimumdan maksimuma necə dəyişir? Maksimum 1000 dollarlıq da taparsan, bu ortadadır. Minimum nədən başlayır? Maksimum, mən sizə bax, əminliklə deyə bilərəm ki, orada bir günü 15.000 manat. Bax orada otel var. Girib kartdan baxa bilərlər. Otelin kimə lazımsa göndərilər bir günü. Minimum məsələn, minimum bu da sezona görə dəyişir. Hal-hazırda yüksək sezondur da minimum tapmaq biraz çətindir. Bəzən də insanlarda anlaşılmazlıq yaranır. Nədən olar? Məsəl üçün 3 nəfər gəlir, 4 nəfər gəlir, bir otaqda qalırlar və 100 dollar ödəyirlər. Məsəl üçün bir otaq üçün 100 dollar normal rəqəmdir və deyirlər ki, biz adama 25 dollara Taylandda qaldıq. O insanın ağlına gəlir ki, mən gedəcəm ora 25 dollara otel tapacam. Tapa bilməyəcəksən, çətin olacaq. 25 dollara kimdir, sən nəsə verəm. Bir də abi, bir otaqda 4 nəfər, o istirahət döyür. O deyir ki, Kazarmadasan. deyir ki, bizə yatmağa yer olsun, biz yatmağa gəlmirik ki. Yəni biz gedib adaları gəzəcəyik. Hardasa müəyyən qədər məntiqlidir. İndi hər kəsin də pulu yoxdur da. Elədir. Deyir ki, mən deyir adaları Ya gəzəcəm. demək istədiyim bir sən nədir abi? 25 dollardır da, düzdür. Məsəl üçün 50 dollar gedin hər hansı bir yerdə qalın da. Rahat olsun, öz yerin olsun. İndi gələn bəylərə əsasən deyirəm. Olar. Bir otaq müsait olsun. Məsələn, bax Old Town-da, biraz mərkəzi tərəfdə belə deyim. Otellər var, normal apart otellər var. Günə 15 dollar tapmaq olar. Amma onlar da hə. Sadəcə biraz yeri uzaqdır, həm də ki bura gəliş gediş çətindir. Şərait o deyil. Üstəlik hal-hazırda yer olmur da ümumiyyətlə. Dekabr ayından burada sezon yanvar, fevral, dekabrın axırı deyə. Biraz noyabr biraz yağışlı keçdi. Dekabr, yanvar, fevral, mart, aprel, hətta burada sonqran olur, bir-birini sulayırlar yeni ildir. Bir də mayın ortaları falan artıq havalar biraz pisləməyə başlayır. Ən çox verilən sualdır. Hava filan ayda necə olur? Yağışlı mı, küləkli mi? Avqustda gəlsəm olurmu? Yox, avqustda gəlsən, yəni avqustda o şeyin sözü var, deyir, pulsuz da gəlsən bahadır. Gələrsən bura yağış, dalğa, külək, heç nə həzz ala bilməyəcək. Heç nə həzz ala bilməyəcək. Gənclər, bu arada Eldənizin Instagram adresini aşağıya yazıram. Hər şey barəsində sual verə bilərsiniz. Turlardır, gəlməkdir. Taylanda gəldiniz, yaxud gəlmədiniz. Taylandda nə baş verir, nə eləyir? Bütün suallarınızı yəni mənə verə bilərsiniz, mənə zəng edib soruşa bilərsiniz. Müəyyən təbii ki, vaxtım olduğu qədər cavab verə bilirəm. Problem yoxdur. Nə lazımdırsa, turlarla bağlı, viza ilə bağlı, biri soruşur, uşaqla gəlirəm, hansı plaj lazımdır, 2 nəfər gəlirik, budur, hansı otel var. Məsləhətləşmək də eyni şəkildə. Instagram adresi buradadır uşaqlar. İstəsəniz suallarınızı verə bilərsiniz. Bizimkidir, bizimkinə də dəstək olmaq lazımdır. Təbii ki, mən necə dəstək oluramsa, mənə zəng edirlər. Mən bax Azərbaycanlılarla işləməyi çox sevirəm, həqiqətən də. Bizim millətdən yoxdur da. Bilirsən niyə? Zəng edir, deyir ki, birinci il Azərbaycandan başlayıb. Qaqaş, biz səni izləyirik, gələcək Taylanda. Nə gətirim sizə? Nə gətirim? Nə istəyir? Bunu heç bir millət eləmir abi. Allah, ancaq bizimkilər edir. Qaqa nə gətirim? Bax deyirəm ki, heç nə, hər şey var burada. Bir qısa çay lazımdır, çay gətirir. Nadir hallarda. Hə, başqa gəlir bura deyir ki, qaqa filan tur neçədir? Deyirəm bu qiymət. Təbii ki, mən ucuz verirəm başqa yerdən. Çünki mənim ofisim yox, arenda vermirəm və s. Mən ucuz verirəm. Tam şirkətin özündən götürürəm. Ondan əvvəl deyir ki, qaqa, biz onsuz da başqa yerdən almayacağıq, elə sənin xeyri sənə verək də, millətsən. Bax, ona görə mən Azərbaycanla işləməyi həqiqətən çox istəyirəm. Super. Ləzzət eləyir. Deyir ki, qaqa, elə biz sənə verəcəyik şeyi, bilirik ki, sən aldadası deyilsən, millətsən, elə xeyri sənə verək. Ona görə... Toyuq lülə, toyuq şiş, toyuq qanat, quzu şiş, Adana, köftə, lülə kebab, pirzola, lahmacun, salatı, məzəsi, pilavı, hamısı Kebabsarı restoranına gözləyirik. Neçədir bu? Bunun qiyməti sadəcə 2500. Yəni 100 neçə manat? Bəli, bəli. 100... Bu da Taylanda görə çox uyğun fiyatdır, həqiqətən. Nicatın 23 yaşı var uşaqlar. İndiyənə kimi Rusiyada, Gürcüstanda, Dubayda, Qazaxıstanda, Qırğızstanda, Gürcüstanda, Maleziya kimi ölkələrdə bir çox restoranın açılışında iştirak etmişəm, bir çox işletmələri qurmuşam və menü düzəldib, personal öyrədib, yəni 3 aylıq, 5 aylıq işlər qurub təhvil vermişəm. Maşallah. Azərbaycanın adını istəyirəm ki, Azərbaycan mətbəxini bütün dünyaya tanıtmaq istəyirəm. Yəni
ən azından mən də belə əlimdən gəlir idmanslarımız döyüşərək, mən bişirərək, yəni hər kəs bir cür yaxşı mənada Azərbaycanı İnşallah. tanıtmaq istəyir. Bu dəhşət bir şeydir. Ceyran sənindir. Neçə cc-dir? 400. 400. Vay 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 vay. İndi o birisi restorana gedirik uşaqlar. Yaxındır, çox uzaq deyil. Buradan neçə dəqiqə məsafədədir? 6 dəqiqə, 5 6 dəqiqə. Piyada yoxsa motosiklet. motosiklet? Başla. Dönəm bura ikinci restoranımızdır. Uşaqlar, bu ikinci restorandır. Seymur qardaş biraz bu işlərdən utanır. Amma demək olar ki, adı Baku olacaq. Düzdür? Bura yazılacaq Baku. Otel də bizimdir. İşte. Hə, yuxarı da sizindir. Ay, sağ ol. Bayraqlarımızı asmışıq. Bir də ad dəyişməsi qalıb. Taylandda da işlər yavaş getdiyi üçün ona görə biraz gözləmək lazım. Ay, sağ ol. Bu da bizim ikinci restoranımız. Ay. Yolkadan hələ qurtula bilməmişik. Baklavalarımız. Aha. Bura belədir. Düzdür. Həm çölü var, o birisi məkan Bəli, kimi, bəli. həm də içi var. Bu məkan biraz sonradan, daha doğrusu daha yenidir. Elə bir ki, bir ay deyil bizdədir. Sistem olaraq aktivləşdirməyə başlayıb. Menü dəyişimi elədik. Bir dənə də isim dəyişikliyi qaldı. Ondan sonra inşallah ki, artıq Azərbaycanlı müştərilərin heç bir dərdi qalmayacaq. Ay, sağ ol. Tam hazır olacaq. Gənc Azərbaycanlı sahibkar necə oldu ki, Taylandda 2 restoran sahibi oldu, onu deyəcəm sizə. Taylanda futbolçu olaraq gəldim, amma həyat bizi restoran biznesinə yönəltdi. Taylandda ən böyük çətinliklər sənədləşdirmə işlərində olur. Bizi tapsınlar, 5-6 ildir buradayıq, onlara köməklik göstərək. Biletlər Aviasels'dən. Gənclər, gözəl bir video çəkdik sizin üçün və qürbətdə olan Azərbaycanlılar necə sahibkar olublardı, necə biznes sahibkar olublardı, onu dedik. Danışdıq, güldük, əyləndik. Ümid edirəm bu da sizə bir yol göstərər, hər hansı bir xəritə olar. Mən də abartdım burada deyəsən, bir balaca. Son olaraq nə demək istəyirsən abi? Birinci növbədə nizam-intizam, insan olmaq lazımdır, pul düşünməmək lazımdır, iş görürsənsə və işləmək lazımdır. Bütün günü, yəni olur ki, mən yatmıram, günlərlə əziyyət çəkirəm, işləyirəm, hörmət edirəm, öz qiymətinə, pulsuz və s. Ancaq bu şəkildə, yoxsa ilk gündən işləyin. Nə deyim?